أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر. ليلة القدر خير من 1000 شهر. تنزل الملائكة والروح. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر. سلام هي حتى مطلع الفجر. صدق الله العلي العظيم. Bağışlayan ve mehriban Allah'ın adıyla. Değerli tamaşaçılarımız, hoş gördük yeniden sizi Gürcüstanda Ramazan adlı programımızın növbəti sayında. Bəli, bugün müqəddəs Ramazan ayının 6-cı gününü yaşayırıq və yenə də studiyamızda çox dəyərli qonağımız var və sizi maraqlandıran gözəl söhbətlərimiz olacaq, reportajlarımız olacaq əlbəttə ki, bizi sona qədər izləməyi unutmayın deyirik və keçid alırıq artıq verilişimizə. Studiyamızın qonağı isə dəyərli ilahiyyatçımız Kamran Məmmədovdur. Xoş gəlibsiniz. Çox sağ olun. Bismillahirrahmanirrahim. Azər müəllim, mən də sizi və bütün müsəlmanları Ramazan ayı münasibəti ilə təbrik edirəm. Allah inşallah tutulan oruçları, edilən ibadətlər öz dərgahında qəbul etsin və dəvətiniz üçün də sizə və kollektivinizə təşəkkürümü bildirirəm. Təşəkkür edirik biz də vaxt ayırıb gəldiyiniz üçün. Bugünkü verilişimizdə Kamran bəy daha çox Ramazan ayının şəxsi həyatımızdakı ictimai və psixoloji roluna diqqət çəkəcəyik. Çünki bu sahələr də çox mühümdür. Həm də çünki oruç tutan insanın psixoloji cəhətdən hazır olması da vacib məsələdir və ictimaiyyətdə də Ramazan ayında atılan addımlar, davranışlar çox mühümdür. Ona görə də istədik ki, bu verilişimizdə daha çox bu sahələrə diqqət çəkək. Birinci sualımız belə olsun ki, Ramazanın ictimai, psixoloji, şəxsi həyatımızdakı rolu nədən ibarətdir? Bismillahirrahmanirrahim. Deməli, sualınız çox maraqlı bir yöndən başladı və Ramazan ayının orucun bizim insanların həyatında, oruç tutan insanların həyatında rolu necə olur? İlk olaraq bunu qeyd eləyək ki, Ramazan ayı ümumi bir ay olaraq elə bir müqəddəs ay, mübarək aydır ki, oruç tutanlar da onun bərəkətindən istifadə eləyir, tutmayanlar da ondan bəhrələnir və istifadə eləyirlər. Bunu ola bilsin, bəzən biz açıq şəkildə müşahidə eləyə bilməsək də, amma bu həqiqi mənada həyatımızda bu baş verir. Deməli, bizim ictimai həyatımızda Ramazan ayı bir neçə nümunə verim, örnəklərdən biz bunu başa düşəcəyik. Bəzi müsəlman ölkələrində Ramazan ayı boyunca bir araşdırma aparılır ki, Ramazan ayında misal olaraq cəmiyyətdə baş verən cinayətlərmi desək, başqa bir şeylər, bunların statistikasında bir fərqlilik olurmu? Və aparılan araşdırmada nəticə bu çıxır ki, bir ay müddətində cəmiyyətdə çox ciddi mənada cinayət, qanun pozuntuları azalır. Məsəl olaraq, insan öldürməsindən tutmuş, qətlindən tutmuş, oğurluğa qədər, oğurluğun fərqli formaları və xırda böyük cinayətlər bütün hamısında çox ciddi mənada bir fərqlilik müşahidə edilir.
Bu cəmiyyətdə deməli bu elə bir məsələdir ki, deməli bayaq dediyimiz kimi burada artıq həm oruç tutan mömin müsəlmanlar da bundan faydalanır və həm də üstəgəl o cəmiyyətdə, o toplumda yaşayan insanlar da. Hər kəs bundan faydalanır. Ramazan ayında başqa cəmiyyətimiz üçün faydalı olan tərəflərindən çox geniş yayılan yardımlaşma məsələsi mədəniyyəti olsun. Ondan sonra iftar vermək, hansı ki bununla Ramazanın abu-havasını yaşatdırıq, mənəvi abu-havanın yaşamasına zəmin yaradırıq. Bunun sayəsində ünsiyyət, insanların bir-birindən get-gəl etmələri, qohumluq münasibətlərinin güclənməsi, bunlar da yenə öz-özlüyündə həm cəmiyyətimiz üçün, həm də insanların ictimai və psixoloji sağlamlıqlarında böyük rol olur. Görünən odur ki, siz statistik məlumatları sanki xatırlatdınız, dünya üzrə belə deyək. Doğrudan da həqiqətən Ramazan ayında ictimai bir belə deyək, çəki düzən baş verir sanki cəmiyyət arasında, insanlar arasında. Bu da çox mühümdür. Əslində hər bir fərd, hər bir insan həqiqətən, xüsusən də belə deyək, oruç tutan insanlar, təbii tutmayanlar da həmçinin Ramazan ayında davranışına diqqət etməlidir. Oruç belə deyək, tutmayan da tutana hörmət etməlidir. Bəzi məsələlər var. Buna da bəli, Həsən. Çox doğru bir məqama toxundunuz. Deməli, hətta bizim cəmiyyətdə, düzdür, biz bunun statistikasını bəlkə bu cəmiyyətdə apara bilmərik, amma müşahidə eləyə bilərik. Misal olaraq, görürük ki, bu ayda içkidir, belə bir şeylərdən, haram buyurulan şeylərdən insanlar nisbətən daha uzaq olurlar. Böyük haram məclislərdən, bəli. İçkidir, başqa günahlardır, Ramazan ayıdır, bunu etməyək, oruçluqdur, bunu etməyək və nəticədə görürük ki, cəmiyyətdə bir gözəl bir abu-hava yaradır ki, bunlar da bizim üçün yenə cəmiyyətin hər bir fərdi üçün faydalı bir şeyə çevrilir. Aydındır. Daha bir sualımız var. Ümumiyyətlə, dini inancların, ayinlərin və göstərişlərin psixoloji sağlamlığımızda rolu varmı? Yəni, bu bütün millətlərdə, bütün dinlərdə dini ayinlər mövcuddur. Eyni zamanda da İslam dinində və bunların bizim psixoloji cəhətdən bir rolu varmı və nədən ibarətdir? Bəli. Deməli, bizim dini ayinlərə baxdığımız zaman, dini inanclara baxdığımız zaman ilk olaraq buna bir kənardan bir qısa belə bir izah vermək olar ki, bəzi hallarda belə təfəkkür yaranır, belə bir düşüncə yaranır din haqqında ki, din sadəcə olaraq, dinin ayinləri, dinin göstərişləri sadəcə olaraq savabdır, yaxşı işdir, Allah belə istəyib deyə bunları eləyək. Bəzən dini ayinlərə sadəcə belə bir baxışımız var. Bunlar bizim axirətimiz üçün yaxşıdır. Amma bunun kənarında dini ayinlərə, dini göstərişlərə biz bir də kənardan baxanda görürük ki, bu həyatımızın psixoloji sağlamlığımızda da çox böyük təsiri var. Biz bəzən sadə gözlə baxıb üzərindən keçdiyimiz bir hədis olur. Hansı ki, bizə tövsiyə eləyir. Məsəl olaraq, qohum-əqrəbənizlə get-gəl etsəniz, savabı bu qədər çox böyükdür. Bəzən buna biz savab gözündə baxırıq. Amma bu gün psixologiya elmi inkişaf etdiyi üçün dərinliklərinə varır və bizim üçün bir çox şeyi açır ki, sən demə, bu sadəcə olaraq savab deyilmiş. Bu bizim insanların həyatı üçün çox böyük önəm daşıyırmış və sağlamlığımıza, psixoloji durumumuzun qaydasında olması üçün böyük bir rolu var yəni. Aydındır bəy, biz birazdan bu mövzunu davam etdirəcəyik, çünki bu mövzu biraz geniş mövzudur. Hal-hazırda artıq əzan vaxtıdır və inşallah əzana keçid eləyək. Biz dəyərli tamaşaçılarımızı da buradan yenə bütün oruç tutan insanlarımızın oruçlarının qəbul olunmasını diləyirik və hər bir insanın, hər bir belə də bizi izləyən şəxsin bu hacətlərin, duaların qəbul olunan bir vaxtında edilən dualarının da qəbul olunmasını diləyirik və əzanı dinləyək və daha sonra yenidən studiyamıza qayıdarıq. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, أشهد أن لا إله إلا الله
أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول أشهد أن محمدا رسول الله أشهد أن عليا ولي أشهد أن عليا ولي الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح حي على خير الأعمال حي على خير العمل الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله. Bəli, əziz tamaşaçılarımız, əzanı dinlədik və yenidən studiyamızda verilişimiz davam edir və Hacı, bayaq biz söhbətimiz yarımçıq qaldı. Elə istəyərdim oradan davam edəyək. Bəli. Qeyd etdik ki, dini ayinlər, dini göstərişlərin həyatımızda, psixoloji sağlamlığımızda çox böyük rolu var. Bunu hətta böyük psixoloqların özləri belə bunu dəfələrlə etiraf edib və qeyd edirlər ki, biz buna laqeyd yanaşa bilmərik. Misal olaraq, böyük psixoloqlardan Carl Jung özünün psixoloji terapiya metodlarında bundan istifadə edir, dini ayinlərə çox önəm verir. Onun kənarında böyük yazarlardan Lev Tolstoy, Dostoyevski əsərlərinə baxılanda və analiz edildiyi zaman görürsən ki, bu insanlar dini inancların insanın psixologiyasında, sağlamlığında böyük rolu olduğuna açıq şəkildə qeyd edirlər. Hansı ki, bunlara laqeyd yanaşmaq olmaz. Misal olaraq bir nümunə qeyd edeyim. Dinimizdə bilirsiniz ki, şükür etmək məsələsinə çox önəm verilir. Və Quranda ayə dəfələrlə buyurur ki, Allaha şükür edin. Şükür etsəniz, Allah ruzinizi daha da çoxaldar. Yəni, hər nəyə şükür etsəniz, Allah onu həyatınızda daha da çoxaldar. Bu
savab kimi baxanda deyirik gözəl bir əməldir. Amma bir də psixologiyada gəlir və insanların həyatındakı problemlər və insanların depressiya düşmələrinin, sıxıntı yaşamalarını bu yöndən izah edirlər ki, insanı adətən həyatda nə narahat eləyər? Narahat eləyən şeylərdən biri budur ki, sahib olmadığımız şeylər bizi narahat eləyər. Məndə niyə o yoxdur, bu yoxdur? Bu kimi şeylər insanı sıxıntıya salar, narahat eləyər və şükür etməyin arxasında dayanan prinsip burada özünü göstərir. İnsan şükür eləyəndə nəyə şükür eləyirsən? Sahib olduqlarını daim xatırlayırsan. İlahi şükür, bu nemətləri mənə vermirsən, bunlar məndə var və insanı tamamilə sahib olduqlarına tərəf yönləndirir. Bu da insanı həmin o sıxıntı yaşamağının qarşısını alır. Özündə olmayan o yanlış və pis şeylərə görə Allaha şükür edir ki, ilahi şükür, bunlar məndə yoxdur. Bu insana bir aramlıq, bir rahatlıq verir ki, yenə insanın o psixoloji sağlamlığında böyük rol olur. Və ya dua da edə bilər. Əgər bir insanda bir şey, belə deyək, yaxşı bir şeydən deyək, var dövlətdənmi deyək, nə bilim, nələrsə də varsa və sən də istəyirsən o şey səndə də olsun, dua ilə, bu da psixoloji bir vasitədir ki, dua ilə Allaha sığın, mütləq şəkildə, amma həm də çalış. Yəni o şəxs ona nail olubsa, demək bir zəhmət çəkib, bir çalışıb. Təbii bu halal yolla olmalıdır əlbəttə ki, buna sən də can at, yəqin ki, o sənə də nəsib olar və Allaha sığın. Tamamilə. Bəli, duaya çox gözəl qeyd etdiniz. Duanın özünə xüsusi yer ayrılırlar. Psixologiyada ki, onun özü insanda çox böyük bir motivasiya yaradan, rahatlıq verən bir şeydir. Yəni insanların əli maddi olan, yəni bu dünyadan üzüldüyü zaman bir üz tutacağı və belə deyək ki, bir növ dəstək və kömək istəyəcəyi bir varlıq var. Bu da insanlara böyük bir kömək olur və insanlarda böyük bir motivasiya yaranmağına səbəb olur, bəli. Aydındır bəy. Daha bir sualımız var. Ümumiyyətlə, bəs orucun psixoloji sağlamlığımızda rolu nədir? Burada misal, bəzi insanlar var, çətinliyə düşə bilər, depressiyaya düşə bilər, ümidsizliyə düşə bilər. Ümumiyyətlə, bununla bağlı istəyərəm. Bəli. Bununla bağlı elə ilk sözümü yenə aparılan bir eksperiment üzərindən danışım. Deməli, bir müsəlman ölkələrindən birində bir eksperiment aparılır. 60 nəfərə yaxın oruç tutan insanın üzərində bu eksperiment aparılır. 60 nəfərə yaxın. Və Ramazan ayından təqribən 2 həftə qabaq. Eksperiment aparılmamışdan qabaq bunların psixoloji sağlamlıqlarını analiz edirlər. Yəni, hazırki vəziyyətdə bu insanın depressiya durumundadır, yoxsa yox, bundan necədir? Bu insanda hansısa bir şeyə qarşı fobiya var, yoxsa yox? Hansı ki, psixoloji problemlər? İçində bir sıxıntı, narahatlıq var, yoxsa yox? Başqa tərəfdən kiməsə qarşı bu insanın içində, belə deyək, bir qısqanclıq hissi varmı, yoxsa yoxdurmu? Bunların hamısını iki fərqli metodlarla bu insanların psixologiyasını test edirlər. Test eləyəndən sonra, Ramazan ayı qutarandan sonra bir də bu insanların üzərində həmin eksperimenti aparırlar. Və gəldikləri nəticə çox maraqlı olur ki, aldıqları nəticə bu yöndə olur ki, hətta depressiyanın azalmasında. Əvvəl yoxlayırlar testlərdə ki, bu insanda bir 50% depressiyanın əlamətləri varsa, Ramazan ayından sonra bunun faizi olur 20 neçə faizə düşür, aşağı düşür. Bu insanda məsələ olaraq qısqanclıq hissi bu insanda çoxdur. Testlər göstərir, bu insanda qısqanclıq hissi çoxdur. Ramazan ayından sonra testlərdə göstərir ki, qısqanclıq hissi yarıya-yarı fərq eləyibdir. Bu insanda azalıbdır, düşüb aşağı. Fobiya məsələsi, vasvaslıq məsələsi, sıxıntı hiss eləmə, özünü narahat hiss eləmə duyğuları Ramazandan sonra baxırlar, çox ciddi mənada bir düşüklük var. Və orada bir məsələ də qeyd edirlər ki, verilən aldıqları nəticə o qədər önəmli nəticə olur ki, və ona belə bir ad qoyurlar ki, yəni dəyişən fərq gözə çarpacaq bir fərqdir. Yəni sıradan bir şey deyil. Və burada biz təbii olaraq Peyğəmbərimizin o gözəl hədisini xatırlayırıq. Peyğəmbərimiz buyuranda ki, oruç tutun ki, sağlam olasınız. Bəzən bu hədisə sadəcə olaraq fiziki sağlamlıq nəzərdən keçirərək düşünürük ki, oruç tutarsaq əgər bizim sağlamlığımız olar, bizim bədənimiz sağlam olar və s. Amma görürük ki, bu sağlamlıq bir tək fiziki sağlamlıq deyil.
Bu həm də insanların ruhi, psixoloji sağlamlığımıza böyük təsiri var. Ki, başqa bir məsələni də qeyd edeyim, bunu yekunlaşdırım. Beynəlxalq Səhiyyə Təşkilatının səhv etməsəm 2010-cu ildə verdiyi hesabatda göstərirdi ki, təqribən bir 10 il, 20 ildən sonra dünyada ən ciddi mənada xəstəliklərdən biri olacaq depressiya və psixoloji sıxıntılar. Hansı ki, bunlar insanların, necə ki, qan damar xəstəlikləri insanların həyatı üçün təhlükəlidir, bunlar da o qədər insan həyatı üçün çox təhlükəli olacaq. Biz də Ramazan ayına, oruç tutmağa, dini ayinlərə baxdığımız zaman açıq şəkildə biz bunu görürük ki, bu şeylərdə bizə çox böyük dəstək olur, çox böyük faydası olur. Ümumiyyətlə, siz sağlamlıqdan danışdınız, təbii mənəvi tərəflərinə də diqqət çəkdiniz. Amma doğrudan tibbi cəhətdən də orucun böyük faydaları var. Təbii ki, insan səhhətində. Sanki belə deyək, o 11 ay ərzində bədənə toplanan o ağır maddələr və bu bir ay ərzində insanın bədənindən təmizlənir, elə deyilmi? Bəli, bəli, o öz yerində və çox geniş yayılan bir şeydir. Və hətta bəzən deyirlər ki, Allahın ümumi bir qayda söyləyirlər ki, Allahın buyurduğu vacib işlər o qədər dəqiq düşünülmüş işlərdir ki, vacib ibadətlər. Heç bir zaman bir ağıllı insan, belə deyək, böyük oxumuş professor qalxıb deməz ki, bu şeydə hansısa da bir insana ziyanlı tərəfi var. Elə də olsun orucun özündə heç bir zaman kimsə də, belə deyək, qalxıb deməyib ki, indiyənə qədər orucda ziyanlı tərəfləri var. İnsanın sağlamlığında, çünki Peyğəmbərimizin məşhur bir hədisi var, buyurur, bütün dərdlərin, belə deyək, başlanğıcı insanın mədəsidir. Bütün xəstəliklərin kökü insanın mədəsidir və bütün dərdlərin dərmanı da pəhrizdir. İnsanın özünü qoruyub saxlamasıdır. O pəhriz ümumi məna daşıyır və oruc da onun, belə deyək ki, nümunələrindən biri olur. Və hətta bu yaxınlarda maraqlı bir şeyə yenə rastlaşdım. Bununla bağlı sağlamlıqla dediniz zehnimə gəldi ki, insan normalda düşünməzsən ki, insanın dərisində olan bəzi xəstəliklər, məsələn, sızanaqlar deyək, qırmızı ləkələr deyək, bunun üzərində də bir araşdırma aparıblar və bir aydan sonra bu da çox effektiv nəticə göstəribdir ki, hətta dəridə olan bəzi xəstəliklər deyək, xüsusilə o sızanaq xəstəlikləri, onlar belə qidalanma ilə əlaqəli olduğu üçün bir aylıq pəhrizdən sonra, Ramazandan sonra görüblər çox effektiv nəticə verib və sağalmasında və yaxud tamamilə aradan qalxması və yaxud da çox ciddi mənada sağalmasında böyük təsir olubdur. Aynen. Ümumiyyətlə, dinimiz hər bir zaman pəhrizə üstünlük verir və təkid edir ki, pəhriz saxlayın və Həzrəti Peyğəmbərdən də bir hədis var, səhv etmirəmsə, deyir, tam acmamış süfrəyə oturmayın, tam doymamış da süfrədən qalxın. Bəli. Bu da yenə pəhrizin bir təkididir, bir məsləhətidir. Bəli, bəli. Qidalanma sisteminə qarşı bir göstərişdir. Bəli. Bəy, bu yerdə bizim əməkdaşlarımız bir reportaj hazırlayıblar. Gəlin, həmin reportajı izləyək, daha sonra yenidən studiyamıza qayıdaq. Gürcüstanda öz gözəl səsi ilə Peyğəmbər və Əhl-i Beyt şəninə ilahiləri ifa edən demək olar ki, çox az musiqiçi var. Onlardan biri isə ilahiləri ilə könüllərə nur bəxş edən Səid Həsəndir. O, uzun illərdir ki, dini mərasimlərdə, xüsusi dini günlərdə çıxış edərək insanların qəlbinə toxunur. Onun ifasında səslənən ilahilər təkcə musiqi deyil, həm də mənəvi çağırış, Allaha yaxınlaşmaq üçün bir vasitədir. Səid Həsən bu sənətə necə başladığını belə izah edir. 2014-cü ildə Məşhəd ziyarətindən dönəndən sonra mən əsasən musiqiçi idim. Sonradan belə bir fikrə gəldim, qərara gəldim ki, mən Allah adıyla ilahilər oxuyum və məclislərdə istifadə edeyim. Başladım yavaş-yavaş bir toy, sonra bir məclis, bir ilahi hazırladım, oxudum. Başladım yavaş-yavaş bu işin üstündə çalışmağa, studiyalarda olmağa, yeni yazılmış ilahilər oxumağa və bu sosial şəbəkələrdə qardaşlar, dostlar sevildi hər yerdə bu ifalar. Başladıq daha da bir neçə ildə daha da irəli gəlməyə inşallah Allah nəsib eləsin. Bundan da irəlidə olaq inşallah. Məddah deyir ki, ilahi oxumaq onun üçün sadəcə sənət deyil. O həmçinin bunun bir ibadət olduğunu deyir.
Gürcüstanda keçirilən dini mərasimlərin ayrılmaz hissəsinə çevrilən bu səs xüsusilə gənclər arasında da maraq oyadır. Onun məqsədi dini dəyərləri yaşatmaq, mənəviyyatı gücləndirmək və ilahilərlə insanlara doğru yolu xatırlatmaqdır. 2014-cü ildən inşallah ki, bu fəaliyyətdəyik. İslami toylar, məclislər, Allah bəyənən, Peyğəmbər bəyənən, Əhl-i-Beyt bəyənən məclislər, Allah'ı zikr edirik, onun Peyğəmbərini zikr edirik, Əhl-i-Beytini zikr edirik. Çalışırıq ki, Allah adıyla, Peyğəmbər adıyla İslami məclislər, İslami toylar daha da yüksək səviyyədə keçsin inşallah. İstədik ki, bir neçə ilahilər də ard-arda olsun və izləyicilər izləsin. Demək olar ki, bizim 15-dən artıq şəxsi öz ilahilərim var, kliplərim var 15-dən artıq. Səid Həsənin Ramazan ayı ilə bağlı yeni ərsəyə gətirdiyi klip isə elə bu günlərdə işıq üzü görüb. Həmin klipi tamaşaçılarımıza təqdim edirik. Güzel aydır bu ay, Allah verib bizə pay. Allah'ın rəhmətidir, mübarək neymətidir. En güzel aydır bu ay, Allah verib bizə pay. Allah'ın rəhmətidir, mübarək neymətidir. Birlikdə deyək əl-an, hoş geldin ey Ramazan, Ramazan, Ramazan. Hoş geldin ey Ramazan. Hamımız deyək əl-an, hoş geldin ey Ramazan, Ramazan, Ramazan. Hoş geldin Ramazan. Zəncirlənibdi şeytan, nazil olubdur Quran. Günahdan qaçsın insan, qəlbində artsın iman. Allah qoyubdur qayda, vardır ehya bu ayda. 3 gecə, 3 sayda, insanlar görsün fayda. Birlikdə deyək əl-an, hoş geldin ey Ramazan, Ramazan, Ramazan. Hoş geldin ey Ramazan. Birlikdə deyək əl-an, hoş geldin ey Ramazan, Ramazan, Ramazan. Hoş geldin Ramazan. Bəli, əziz tamaşaçılarımız, yenidən studiyamıza qayıdırıq və yenə maraqlı söhbətlərimiz əlbəttə ki, çox dəyərli qonağımızla davam edir. Kəmran bəy, ümumiyyətlə, oruc bayaq biz dedik, psixoloji sağlamlığımıza təsir mütləq şəkildə edir. Və bunun ümumiyyətlə mexanizmləri varmı və nələrdən ibarətdir? Bəli. Deməli, qeyd etdik ki, Ramazan ayı, orucluq insanların psixoloji həyatında təsir olur və necə olur bu şeylər? Baxın, Ramazan ayının bir oruc tutmağın özünü bir gözdən keçirəndə, normal insan qayıdıb Ramazan ayına baxanda orucluğa görürsən ki, insan gündəlik özünə halal etdiyi şeyləri gündəlik həyatında özünə haram eləyir, qadağan eləyir. Adi suyu belə. Adi suyu belə, bir damcı su içməyi belə qadağan eləyir. Bu nədir? Bu insanın təbii olaraq ilk növbədə iradəsinin güclənməyinə bir zəmin yaradır. Yəni sadə dillə desək, insan bir damcı suyu özünə qadağa eləyə bilirsə də ki, bu iradəsinin gücüdür. Başqa zamanlarda demək insan çox şeylərdə çox dəyişiklik eləyə bilər. Bu bir tərəfi.
insan özünün üzərində olan kontrolu, nəzarəti çoxalır. Yəni gündəlik normal bildiyimiz şeyləri biz özümüzə qadağan eləyirik. Və bu o deməkdir ki, bizim iradəmiz öz üzərimizdə kontrolu və idarəçiliyini çoxaldırıq. Bunun kənarında bir də məsələnin mənəvi tərəfi var. İnsan oruç tutduğu zaman özünü bir Allaha yaxın hesab eləyir. Və Quranda bu haqda ayə var. Allah buyurur ki, siz nə qədər Allahı çox xatırlasanız, qəlbləriniz bununla aramlıq tapar. Quran ayəsidir ki, bilin ki, qəlblər Allahı zikr etməklə rahatlıq tapar, aramlıq tapar. Yəni, içinizdə bir narahatçılıq, içinizdə bir sıxıntı olmaz. Allahı əgər insan doğrudan da tanısa, dərk eləsə və ona güvənsə. Və Allah haqqında bizim o mənəviyyatı gücləndirdiyi üçün insanda oruc. Allaha insanı yaxın hesab eləyir, özünü yaxın hesab eləyir. Özünü Allaha yaxın hesab eləyən insanda heç bir zaman həyatda açılmayacaq bir qapı görməz. Heç bir zaman, belə deyək ki, həll olunmayacaq bir problem görməz. Bir nümunə qeyd edeyim sizə. Bugün həcc ziyarətinin əməllərindən biridir ki, Allah inşallah sizə və getməyən hər kəsə bu ziyarəti qəbul nəsib etsin inşallah. Deməli, bu həcc əməllərindən biri Səfa və Mərvə dağı arasında səy etməkdir. Yəni, iki dağın arasında gedib gəlmək. Bunun bir tarixi var, bir keçmişə qayıdır. Deməli, Allah Teala İbrahim əleyhissalama əmr eləyir ki, Hacərlə oğlu İsmaili o dağın başında bir yerdə, o ərazidə burax və qayıt. Allah burada İbrahim əleyhissalam soruşur ki, ilahi, yəni ora tamamilə susuz, əkin, yəni heç bir şey olmayan, suyu, çörəyi, otu, suyu, heç bir şey olmayan bir yerdir. Necə eləyim? Allah deyir, sən Allaha güvən, onu orada qoy və qayıt. Qoyandan sonra orada Hacərlə İsmail əleyhissalam, körpə bir uşaq və anası. Səy etmək ərəb dilində çalışmağa deyirlər tərcümədə. Hacər salamullah başlayır iki dağın arasında səy etməyə, yəni çalışmağa. Çalışır ki, oradan bəlkə nəsə bir şey tapa, bir fikir gələr, bu problemdən çıxış yolu axtarır. İki dağın arasında o tərəfə, bu tərəfə gedib gəlir. Baxın, bu əməlin arxasındakı mesaj budur. Sən Allaha inan, güvən və eyni zamanda çalış. Əgər bu şeylər olarsa da Allah Teala İsmail əleyhissalamın ayağının altından zəmzəm suyu deyilən o su qaynayır oradan. Hansı ki, bu günə qədər də hacılar ondan istifadə edir, bu günə qədər də çox sayda insanlar ondan istifadə edirlər. Bu günə qədər gəlib çatmasının bir mesajı buradadır. İnsan övladı nə qədər ki Allaha imanı, güvəni çox olarsa da, Allaha nə qədər ki yaxın olarsa da, yəni dağdan və tamamilə yaşayışa, belə deyim, yararsız olan, bəli, yararlı olmayan bir yerdən su çıxardan Allah biz insanların həyatında qarşılaşdığımız problem və sıxıntılar həll edə bilməzmi? Zaten inanmalıyıq ki, yoxdan var edən Allahdır. Əhsən. İstənilən yerdə yoxdan var edir. Bəli, mütləq. Yəni, insan bu cür yanaşanda və burada Allah bizə o mesajı göstərir və bugün həcilərin hamısı, haca gedən insan hamısı o əməli eləyirlər. Və orada böyük bir insanın Allaha güvənməsi, ümidli olması və eyni zamanda çalışmasının arxasında olan mesaj insanlara çatdırılır ki, bu qədər insanlar üçün faydalıdır. Əlbəttə, bu məsələnin bir tərəfi, bəzən də insanlar deyirlər ki, olur bəzən həyatda düzdür, Allaha inanırıq, güvənirik, amma bəzi vaxtlarda da dua eləyəndə də görürük duamız qəbul olmur. Nəsə istəyirik Allahdan, amma Allah qəbul etmir bizdən. Bir maraqlı hadisə var bununla bağlı. Hadisəni danışanda insan özün başa düşür bəzən, niyə bəs biz Allaha yaxın olduq, Allahdan istədik, Allah etmədi. Bəli. Bir nəfər dənizdə olur, dənizdə qayığı xarab olur və bu məcbur qalır ki, səhraya qədər bir təhər özünü ora çatdırsın. Dua eləyir, Allah duasını qəbul eləyir, dənizdə dalğa olmur. Yavaş-yavaş sahilə tərəf, hansısa bir adaya tərəf yaxınlaşır. Biraz keçəndən sonra dua eləyir, ilahi mənə kömək elə və nəticədə bu həmin o adaya çatır. Orada yerləşir, özü üçün bir ev qurur, özü üçün bir ağaclardan yaşayış yeri düzəldir
Bir dəfəsində balıq tutur gətirir, onu bişirib yemək istəyir və təsadüfən yuxuya dalır. Yuxuya dalanda biraz külək qalxır. Külək qalxanda bunun o qurduğu bütün evi, bütün nəyi var idisə, Alaçığı deyə, hər şeyini, bəli, dəyəsini, hər bir şeyini külək vurur və od da toxunur ona və bütün yanır. Yanır, kül olur. Qalxanda bir anlıq baxır o olan şeylərə və biraz içində bir şikat hissi yaranır ki, ilahi, mən sənə dua eləmişdim, hər şeyim yaxşı olsun, sənə sığınmışdım. Bu indi yandı bu şeylər, bunlar nədir bunlar? Nəsə biraz sonra şikayətli halda yenə yuxuya dalır, qalxanda baxır ki, başının üstündə gəliblər bunu qurtarmaq üçün. Gəmi gəlib bunu qurtarmaq üçün. Gözünü açanda baxır, görür ki, yanında buna nicat vermək üçün gələn bir gəmi var, qayıq gəlibdir. Soruşur, deyir, necə oldu siz bura gəldiniz? Məni hardan tapdınız? Hardan tapdınız məni? Mən ki, uzaq bir yerdəydim. Deyir, sən buradakı böyük bir od qalamışdın, onun tüstüsü çıxdı yuxarı. Biz o tüstünü gördük və elə bildik, sən yardım istəyirsən, biz də gəldik sənin yanına. Deyir, əslində mən yardımı istəyirdim, amma ocağı mən qalamamışdım. Ocağı mən qalamamışdım, bəli. Ocağı qalayan qaladı. Mən elə düşündüm ki, o itirdiklərim mənim həyatda böyük bir zərbə vuracaq. Amma sonra Allah mənə göstərdi ki, o itirdiyimin sayəsində daha böyük bir şey əldə etdim. O hər şərdə bir xeyir var məsələsi. Tamamilə. Baxın, bu məsələlər, Azər müəllim, deməli, Ramazan ayında da olan bu mənəvi ab-hava, insanın özünü Allaha yaxın hiss etməsi, ümidini daim Allahdan kəsməməsi. Quranda Allah dəfələrlə buyurur ki, ey mənim bəndələrim, nə Allahdan ümidinizi üzməyin, nə də hüzünlənməyin. Lə təhzən və lə təyəs, innallaha mə'ana. Deyir, yəni, nə hüzünlənmə, nə də məyus olma. Niyə? Çünki Allah səninlədir. Sən nə qədər özünü Allaha yaxın hesab eləsən, heç bir zaman səni həyatda üzüntü, sıxıntı və məyus olmaq səni qarşılamaz. Bu da təbii olaraq Ramazan ayında hər oruç tutanlar bunu hiss eləyirlər ki, o mənəvi yaxınlıq bu ayda daha çox olur ki, bu da bizim özümüz üçün yenə böyük bir faydası olur. Aydındır. Çox geniş məlumat verdiniz. Təşəkkür edirəm. Ümumiyyətlə, orucu başqa ibadətlərdən fərqləndirən cəhət təbii ki, olar. Və hansılardır bu barədə bir? Bəli. Bunu da yenə bizim mövzu ilə əlaqələndirməli olsaq və eyni zamanda orucu başqa ibadətlərdən fərqləndirən tərəf nədir? Diqqət eləsək, Allahın bizə buyurduğu vacib əməllərin hamısında bizdən istənilir ki, nə isə edək. Adətən bu istənilir. Və istənilir ki, bu şeyi eləyək, namaz qılmaqda... Veya etməyək, misal üçün, günah şeylər də var ki, onları da etmə. Sərt çəkir. Əsasən vacib olan əməllərdə etməyimiz istənir. Namaz qılmaq deyir, qılın. Həccə getmək məsələsində deyir, həccə getməlisən. Xums vermək, zəkat vermək və s. və s. hamısında etmək gəlir. Ön planda olan etməlisən. Ramazan ayının orucun özəlliyi fərqləndirən tərəflərindən biri budur ki, etməmək məsələsinə daha çox diqqət olunur. Peyğəmbərimizdən bu soruşurlar ki, bu ayda ən gözəl və ən yaxşı əməl hansıdır? Peyğəmbər buyurur, Allahın haram buyurduqlarından çəkinmək. Əgər sən onlardan çəkinsən və nəticədə sənin bu mənəvi paklığına və saflığına səbəb olacaq. Bir sadə bir misal vururlar bundan. Təsəvvür edin ki, çox mütəxəssis formada idmanla məşğul olan bir insan, o istədiyi hədəfə nail olmaq üçün idmana gedən insan müəyyən təmrinlər, müəyyən məşqləri etməlidir. Bunun kənarında bir də etməməli olduğu şeylər var. Yemək rejimində bunları etməməlidir. O qidanı yemək olar, onu olmaz. Bəli, bəli. Bunu etmə, onu etmə. Niyə? Deyir, çünki sən o hədəfə çatmaq istəyirsənsə, etməli olduqlarının yanında etməməli olduqlarının da listi olmalıdır. Və bir çox insanlar elə uğur qazanmamaları burada olur ki... Necə həkim də bir resept yazanda deyir ki, bu dərmanları iç, amma yağlı yemə, duzlu yemə. Birini deyir elə, birini də deyir eləmə. Etmə, tamamilə, yəni eyni elə o cürədir ki, Allahın bu orucluq ayındakı, xüsusilə Ramazan ayındakı resepti bir növ budur ki, etməməklərə çox önəm verir, haramlardan çəkinmək. Peyğəmbərdən soruşanda buyurur, Əl-vərə'u min məharimallah. Burada ən gözəl əməl, tövsiyə olunan əməl budur, Allahın haram buyurduğu işlərdən çəkinmək. Yemək, içmək Ramazanda onlardan biridir.
gözümüzlə haram etməkdir, qulağımızla, dilimizlə və bütün bədən üzvlərimizlə haramlardan çəkinmək. Niyə məsələn, eşitmişsiniz yəqin bunu ki, oruç tutanda insanın yuxusu da ibadətdir qeyd olunur. Nəfəsi, yuxusu ibadətdir. Yatmaq, yəni bu ayda ibadət hesab olunur. Yəni bir növ, bunların özü də bir zəmin yaradır ki, insan bu ayda, yəni yatsan belə yuxuya get, amma o əgər haram etmək imkanı varsa, onlardan uzaq ol deyə. Ona bir zəmin yaradır. Yəni bu şeylərdən uzaq ol. Çünki bunları etdiyi zaman insanda o mənəvi ab-hava yaranır. Bunları etdiyi zaman insanda o mənəvi ab-hava və onun da sayəsində bayaq dediyimiz həyatımızda psixoloji sağlamlıq və Allaha yaxınlığı orada hiss eləyə bilirik. Aydındır. Ümumiyyətlə, belə baxanda Ramazan ayının həqiqətən psixoloji təsirləri çox böyükdür. Yəni, bir sahədə deyil, yəni saymaqla bitməz burada. Həm sağlamlıq, həm fiziki, eyni zamanda mənəvi, günahlardan aranmaq, Allaha sığınmaq, özünün rahatlıq tapması üçün dualar etmək, ibadətlər etmək və s. və s. Yəni, çox təsirləri var. Buna görə də düşünürük ki, Ramazan ayını hər bir kəs özü üçün bir fürsət bilməlidir və bu ayın bərəkətindən, feyzindən hər kəs yararlanmalıdır. Əgər kimsə, zaten elə bir hədis də var, səhv etmirəmsə, Ramazan ayı gələ bitə və o bu feyzdən yararlanmasa bədbəxtdir. Bəli. Doğru buyurdunuz. Peyğəmbərimizin hədisidir ki, buyurur, yəni fürsətlərdən istifadə eləməyən insan, yəni buyururlar, o hədisin ikinci hissəsi idi ki, ən yaxşı əməl hansıdır və ən pisi hansıdır. Peyğəmbər buyurur, bu ay gələ bitə və insanlar bundan istifadə etmirlər. Buna bir növ Allah tərəfindən insanlara verilən bir aylıq böyük bir fürsət kimi baxırlar. Ki, bu bir ayda insan çox şey eləyə bilər. Peyğəmbərimiz ki, buyurur, yəni dualarınız qəbuldur, Allahdan istəyin. Sizin məsləhətinizə, xeyrinizə bir şey olsa, sizin üçün Allah qəbul eləyəcək. Həqiqətən hər mənada qeyd etdiyiniz kimi Ramazan bərəkətlə və nemətlərlə doludur. Və buna burada bir hədisi də qeyd eləyək ki, Allah inşallah bizə nəsib etsin. İmam Səccad əleyhissalamın duasıdır və hədisidir. Buyurur ki, ilahi bizə Ramazan ayının dəyərini, onun həqiqətini başa düşməyi bizə nəsib eləyinə. Elə bir aydır ki, Peyğəmbər buyurur, yəni bilsəniz necə ay olduğunu, nələrin sizi gözlədiyini və bu aydan sonra nələri itirəcəyini bilsəniz, bütün ilin fəslinin Ramazan olmağını istəyərdiniz. Bütün ilin aylarının Ramazan olmağını istəyərdiniz. Allah inşallah hər kəsdən ali dərəcədə qəbul etsin və lazımı qədər dəyərləndirməyi inşallah bizə nəsib etsin. Amin, inşallah. Kamran bəy, təşəkkür edirəm. Həqiqətən verilişimizin artıq sonuna gəldik, yetişdik. Əslində, mövzu genişdir, çox danışmaq olar, amma vaxtı da nəzərə alırıq. Bir daha sizə vaxt ayırıb gəldiyiniz üçün təşəkkür edirik. Çox sağ olun, minnətdaram. Mən də dəvətiniz üçün, belə bir şəraiti, fürsət yaratdığınız üçün sizə və kollektivimizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Əziz tamaşaçılarımız, bəli, bugünkü verilişimiz də burada yekunlaşır. Bir daha bütün oruç tutan əzizlərimizi, bütün müsəlmanların oruc ibadətlərinin qəbul olunmasını diləyirik və əlbəttə ki, çox danışdıq burada səbirdən, psixoloji məsələlərdən. Bunlar da hamısı bizim, belə deyək, bu günlərdə psixoloji cəhətdən hazır olmağımız, səbirli olmağımız üçündür və hər bir hadisəyə, nəinki tək Ramazan ayında, ümumiyyətlə səbirli olmaq hər birimiz üçün çox mühümdür, çox vacibdir. Səbirli insanlar həmişə, belə deyək, uğura nail olan insanlardır və bunu Allah da bizdən istəyir və təkid edir ki, səbir edin və biz səbir edənləri sevərik. Beləliklə, bugünkü verilişimizi də yekunlaşdırırıq. Sabah axşam yenidən eyni məkanda, eyni zamanda görüşmək ümidi ilə deyirik. Sağ olun, Allah'a əmanət olun.